Baxın, Lənkəran rayonunun Jidi kənd məktəb uşaqları da. Baxın, Sapoqdan məktəbə gedirlər. Balam, o sənin əlindəki nədir? Ayakkabı. Niyə aparmışdın? Məktəbə. Niyə? Çünki orada ayakkabı yoxdur. Palçıq içində gedirsiniz, orada təmiz geyinirsiniz, düzdürmü? Bəli. Ay, sağ ol. Allah səni saxlasın. Baxın, uşaq, sən niyə aparmışdın sumkanı? Çünki orada ayakkabı yoxdur. Biz buradan palça gedirdik məktəbə. Sapoqla gedirsiniz məktəbə? Bəli. Ay, sağ ol. Bax, sən niyə aparmışdın onu? Çünki məktəbdə ayakkabı yox idi, biz ayakkabı aparırdıq. Ay, sağ ol. Allah sizi saxlasın. Allah sizi var eləsin həmişə. Sağ ol. Baxın, analoqu olmayan Azərbaycan. Baxın, uşaq Sapoqda məktəbə gedir. Əlində ayaqqabı aparır, məktəbdə geyinsin, məktəb kirlənməsin. Bax, bu formada. Baxın, görün, ay cəmaət. Baxın. Baxın, məktəb uşaqlarıdır.